Bugün bizim növbəti dərsimiz alt proqramlar, funksiya və prosedurlardır. Bunu hər kəs def anlayışı kimi başa düşür. Əslində elə burada, yəni əsas da diqqət eləyəcəyimiz yer def anlayışıdır. Deyir, hər hansı proqramlaşdırma dilində yazılan kodun başa düşülməsi üçün onu bacardığımız qədər yığcam tərtib etməliyik. Amma bəzən qısa kod yazmaq çətin olur və kod minlərlə sətirdən ibarət olur. Ona görə də belə uzun proqramların yazılması bir proqramçıya yox, bir neçəsinə tapşırılır. Belə problemləri aradan qaldırmaq üçün alt proqramlardan istifadə edilir. Alt proqram nə deməkdir? Əsas proqramın ayrı-ayrı yerlərində dəfələrlə müraciət etmə imkanı verən kodun adlandırılmış hissəsidir. Biz hələ informatika sinif kitablarından bilirik ki, alt proqramın əsas vəzifəsi proqramı rahat anlaşılan etmək və strukturlaşdırmaqdır. Başqa bir üstünlüyü isə ondan ibarətdir ki, alt proqramda ixtiyari dəyişikliklər avtomatik onun istifadə olunduğu bütün hissələrə, çağırışlara təsir edir. Alt proqramları informatika sinif kitabında iki hissəyə bölürük. Olacaq prosedurlar və funksiyalar. Prosedurlar və funksiyalar aydın məsələdir ki, biri-birindən tamamilə fərqlənəcək. Prosedur hər hansısa bir operatorlar ardıcıllığını yerinə yetirilir. Prosedurlar hesablama nəticəsində qiymət qaytarmayacaq. Ancaq funksiya isə hər hansı operatorlar ardıcıllığını yerinə yetirməklə yanaşı, müəyyən qiymətləri hesablayır və onun qiyməti onu çağıran proqrama, alt proqrama istifadə etmək üçün qaytarır. Ona görə də Python funksional dil olduğundan bu dil funksiyalarından çox istifadə olunur. Həm də Python dilində çoxlu standart funksiyalar var ki, onlar da bu dildə kod yazmağı asanlaşdırır. Məsələn, input komandası klaviaturadan istifadə bizə lazım olan ədədləri, sətirləri, listi, siyahını daxil etmək üçün nəzərdə tutulub. Range müəyyən aralıqda olan ədədləri, məsələn, 1-100 aralığında olan ədədləri çıxardacaq. Print nəticələrin ekrana çap olunması üçündür. Absolut mənfi ədədləri müsbətə çevirir, yəni modulunu tapmaq üçündür. List isə siyahı formasına çevirmək üçün nəzərdə tutulmuş standart funksiyalardır. Alt proqramın strukturuna görə başlığında birinci onun adı olur və çağırılma üsulu göstərilməlidir. Bu proqramın əsas proqramın ixtiyari yerindən dəfələrlə müraciət etmək olar və alt proqram icra edildikdən sonra əsas proqramın icrasına qaldığı yerdən davam edə bilərik. Bu çox sadə bir anlayışdır. Birinci biz sizinlə Python dilində funksiya bloku, yəni def açar sözündən istifadə edərək hər hansısa bir funksiyanı çağırırıq. Bunun üçün biz sizinlə Python proqramlaşdırma dilini qarşımızda başladırıq. Python proqramlaşdırma dilindən fayl menyusu və new bölməsindən yeni bir pəncərə açırıq özümüzlə. Deməli, biz hər hansısa bir funksiya yaratmaq üçün birinci mütləq və mütləq daxil eləyəcəyimiz komanda olmalıdır def açar sözü. Def açar sözü. Def açar sözü funksiyanın yaradılmasında lazım olan əsas komandalardan biri olduğuna görə biz defi dəyişənin adında da ad kimi istifadə edə bilməzdik. Yəni dəyişənin adlandırılması zamanı onu, yəni ad kimi daxil etməyimiz mümkün deyildi. Daha sonra biz sizinlə def açar sözündən sonra funksiyanın adını yazmalıyıq. Funksiyanın adını yazarkən dəyişənin adında irəli qoyduğumuz o parametrləri burada da istifadə edirik. Yəni dəyişənin adı rəqəm ilə başlaya bilməzdi. Dəyişənin adında boşluqdan istifadə edə bilməzdik. Dəyişənin adında Pythonda istifadə olunan komandalardan istifadə edə bilməzdik. Bax, bunlar hamısı burada da əsas şərt kimi özünü göstərir. Təsəvvür eləyək ki, mən bir funksiya hazırlayıram. Funksiyamızı birinci yazıram def, defdən sonra hazırladığın funksiyaya ad verirsən. Necə ki, Excel-də sum ədədlərin cəmidir, average orta qiymətdir, count ədədlərin sayıdır. Bax, burada da funksiyamıza ad veririk. Məsələn, mən öz funksiyamıza ad verirəm fun adı.
fun. Rəyiniz istədiyiniz bir adı verə bilərsiniz, amma funksiyaların adı çalışmalıyıq ki, mənalı olsun, qarşı tərəfin başa düşdüyü bir formada əks olunsun, olsun. Ondan sonra mötərizə açılır. Mötərizənin içində bu funksiyanın parametrləri yazılır. Funksiyanın adından sonra yazdığımız parametrlər formal parametrlər adlanır. Formal parametrlər göstərişdən ötürü nəzərdə tutulub. Yəni ki, bu funksiyada istifadə olunacaq parametrlərin sayı bu qədərdir. Məsələn, A yazırıq, fərz eləyək, B yazırıq və C yazırıq. Ondan sonra vergül həmin o funksiyaların adını da formulaların adını daxil etdikdən sonra qoşa nöqtə işarəsi vururuq. Baxın, qoşa nöqtə. Artıq qoşa nöqtə vurduqda bizim o sətrimiz tamamlandı. Ondan sonra burada məsələn sual eləyə bilərsiniz ki, funksiyanın hər zaman parametri olmalıdırmı? Xeyr, parametri olmaya da bilər. Yəni 0 parametrdə iştirak edə bilər. 3 dənə də, 4 dənə də, 5 dənə də, 10 dənə də. Mən hal-hazırda 3 dənə yazmışam və burada belə bir şey yazıram. P bərabərdir A plus B plus C. Ondan sonra P bərabərdir P üstündə 2 yazıram və burada yeni bir komanda return komandası öyrənirik. Return funksiyanın aldığı qiyməti bizə qaytarmaq üçün nəzərdə tutulan komandadır. Mən burada yazıram return P. Artıq biz return yazılan hissəyə qədər nə yazırıqsa, o funksiyanın işləməsi üçün nəzərdə tutulandır. Əgər biz yəni return P yazmışıqsa, artıq funksiyanın elə bil ki, işlədiyi sahəni məhdudlaşdırdıq ki, yəni return P yazılan yerə qədər nə varsa, funksiyanın işləyəcəyi yerdir. Ondan sonra mən belə bir komanda yazıram. K bərabərdir fun. Yazıram, indi bax burada yazdığım parametrlər olacaq faktiki parametrlər. Faktiki parametrlər isə o deməkdir ki, yəni burada ABC mənfi sonsuzluq, müsbət sonsuzluqda ixtiyari bir ədəd ola bilər. Amma mən sadəcə istəyirəm ki, 3, məsələn 6, bir də 2. Yəni bu qiymətlərdə icra olunsun. Bir daha təkrarlayaq. Bax burada yuxarıda yazdığımız ABC olacaq formal parametrlər. Yəni formal olaraq onu bizə göstərir ki, burada 3 dənə parametr var, 3 dənə dəyişən var, 3 dənə arqument var. Və sonra mən gəlirəm burada K bərabərdir fun 3, 6, 2 yazmışam. Bu o da deməkdir ki, ay qardaş, mən mənfi sonsuzluq, müsbət sonsuzluq ədədlərin içərisində yalnız bu qiymətlərlə çıxan cavabı istəyirəm. Və nəticənin ekrana çap olunması üçün isə print K yazmış olacam. İndi mən bu funksiyanı F5 düyməsi ilə çalışdırsam, nəticəmiz ekrana təbii ki, yəni bir ədəd çap olunmuş olacaq. Bu ədəd 121 hardan çap olundu, necə çap olundu? Bunu indi biz sizinlə müzakirə edək. Biz belə deyək də, def funksiyası olanları işləyərkən hər zaman axırdan əvvələ doğru gedirik. Burada mənə deyilir ki, print K. Qalxıram yuxarı. K nəyə bərabərdir? Fun, baxın, bax, yazıram fun 3, 6 və 2-yə. Bu fun 3, 6, 2 fun hardadır? Bax, burada. Gəlirəm burada. Birinci dəyişənə birinci qiymət, yəni A bərabərdir 3. İkinci dəyişənə ikinci qiymət, yəni B bərabərdir 6. Üçüncü dəyişənə üçüncü qiymət, yəni C bərabərdir 2 yazmış olacağıq. Ondan sonra P bərabərdir A plus B plus C 3 üstəgəl 6 üstəgəl 2. Burada bu cəmi alırıq biz 11. Ondan sonra P bərabərdir P üstündə 2. 11, yəni üstündə 2, 11-in 2 dəfə özü özünə vurulması 121. Burada return P. Return P o deməkdir ki, sən müraciət elədin fun 3, 6, 2-də mən sənə 121-i qaytarmışam. Deməli, return 3, 6, 2-nin cavab alması, yəni bax bu funksiyanın cavab çıxartması return komandasındandır. Əgər burada return komandası olmasa,
Fon 3.6.2-də bir nəticə ala bilməyəcək. Bütün funksiyaların müraciət etdiyi parametrlərdə qiymət qaytarması üçün mütləq orada return olmalıdır. Əgər hər hansısa bir def proqramının sətrində return komandası varsa, biz buna deyəcəyik funksiya. Əgər return komandası yoxdursa, onda ona deyirik prosedur. Yəni return funksiyaların aldığı qiymətləri qaytarmaq üçündür. Yəni burada fun 3.6.2-də 121-i qaytardı. Deməli K dəyişəni 121-ə mənimsədildi. Ondan sonra print K 121 nəticə olaraq ekrana çap olunmuş olacaq. Deməli, burada əgər biz bu prosedurda gəlib return komandasını ləğv eləsək, gəlib burada return komandasını ləğv edəsi olsam, heç nə yazmasam və bu proqramı çalışdırsam, proqram fraqmentimizdə heç bir səhv yoxdur. Sadəcə nəticə ekrana none çap olunacaq. Ona görə ki, funksiyanın hesablama aparıb aldığı qiyməti nəticə olaraq ekrana çıxardan return komandasıdır. Bəzi yoldaşlar deyir ki, ay müəllim, burada print P yazaq. Mən sizinlə razı. Print P yazırıq. Biz print P yazanda P dəyişəninin qiymətini ekrana çıxardırıq. Bəli, 121 çıxacaq. Amma K üçün heç nə ala bilmirik. Yəni K-ya none alırıq. K-ya none almağımızın səbəbi isə return komandasının olmamasıdır. Yəni o zaman əgər biz bu vəziyyətdə yazanda iki qiymət görəcəyik. Birinci 121, hansı ki print P-yə görə 121 çap olunacaq. Daha sonra isə print K-ya görə none. K dəyişəninin qiyməti fun 3.6.2-yə bərabərdir. Fun 3.6.2-də funksiyanın icrası zamanı return olmadığına görə biz belə deyək də orada artıq yəni none-ni almış olarıq. Bəzi biraz da dəyişiklik etmiş olsaq, ardıcıllığımıza diqqət etsək, gəldik buradan, yazıram deməli sizinlə, buradan baxın, daxil edirəm sizinlə, təsəvvür eləyək, print P yazmışam. Print P-nin yerini dəyişirəm. İndi diqqətli olun. İndi isə proqram fraqmenti bizə yanlışlıq verəcək. Çünki print P yalnız funksiyanın daxilində işləyə bilər. Yəni biz funksiyanın xaricində ona müraciət etdikdə P dəyişəninin qiymətini tanıya bilmir. İndi biraz da misalımızı dəqiqləşdirək. Bura gəlib yazmışam P bərabərdir 5. Baxın, bura yazmışam P bərabərdir 5. Bura P bərabərdir 5 yazanda artıq bizdə ardıcıllıq necə çap olunacaq? Diqqətli olaq. Baxın yoldaşlar, biz burada aldığımız P funksiyanın daxilində qalır. Onu nəticə kimi ekrana çıxartmaq üçün ya return yazmalıyıq, ya da bu hissədə print P yazmalıyıq. Əgər mən gəlib burada print P yazıramsa, o funksiyanın daxilində olan P-yə müraciət edə bilməyəcək. Yalnız və yalnız ən əvvəlcədən P dəyişəninə əlavə elədiyim 5-i nəticə kimi burada 5-i çıxardacaq. Amma 5-i necə çıxartdı? Birinci none çıxardıb, sonra 5-i çıxardacaq. Niyə görə birinci none çıxardır? Ona görə ki, print K bərabərdir fun 3.6.2-yə. Biz fun 3.6.2-də print K-mız heç nə almadığına görə return komandası iştirak eləmir deyənə. Birinci bu printə görə none-ni çap edir, daha sonra isə P-ni çap etmiş olacaq. Biraz da misalımızı qarışdırsaq, yəni biraz da bunu xirtxəşil eləsək, məsələn, gəlmişəm burada, yazıram print, P-ni burada daxil etmiş olacam. O zaman isə 2 dənə P biri-birindən fərqli işləmiş olacaq. Biri print P funksiyanın daxilindəki 121-i çıxardacaq. Yəni, bax, birinci print P funksiyanın daxilindəki 121-i çıxardacaq. İkinci print K-ya görə none-ni çıxardacaq. Üçüncü P-yə görə isə funksiyanın xaricində olan P dəyişəninin qiymətini nəticə olaraq ekrana çıxartmış olacaq. Bura qədər sual varmı? Kim nəyi başa düşmədisə, bura qədər soruşun, suallarınızı müzakirə edək. Kimin sualı varsa, buyurun verin. Nəyi başa düşmədik, nə qaranlıq qaldı, nəyi anlamadıq, harda sual varsa, suallarınızı verin.
Aha. Hər kəsə aydındır ümid edirəm. Heç olmasa chat bölməsinə aydındır, başa düşdüm, sualım yoxdur kimi bir şeylər yazın ki, mən bilim ki, hə, sizdə yəni sual yoxdur. Baxın, əgər hər hansısa bir ardıcıllıqda return komandası yoxdursa, o olacaq prosedur. Yəni bax, return yoxdursa, bu olacaq prosedur. Əgər return varsa, onda olacaq funksiya. İndi misalımızı bunun üzərindən biraz da inkişaf elətdirirəm. Baxın, yazıram def, f, ondan sonra bir dənə burada x yazıram. Ondan sonra yazıram d bərabərdir x. Məşhur bizim qəbul sualımızdır. Məşhur bizim qəbul sualımız y bərabərdir 30 yazıram. Ondan sonra deməli k bərabərdir f, y yazıram belə bir şey. Və yazıram ki, print K və yazıram print K dəyişəni. Bu proqram haqqında nə danışa bilərik? Baxın, bax, bu ardıcıllıq bizim üçün prosedurdur. Birinci qeyd edirik ki, bu prosedurdur. Prosedur. Prosedurda dedik ki, return komandası olmur. Daha sonra funksiyanın adı f dəyişənidir. Funksiyanın bircə dənə parametri var, o da x-dır. İndi funksiyanın formal parametri x-dır. Formal parametri x-dır. Funksiyanın faktiki parametri y-dir. Y-in də qiyməti 30-dur. Deməli, bizim onda formal parametrimiz x olacaq. Faktiki müraciət eləyəcəyimiz ədəd isə 30 olacaq. Yəni y-dir. Y də bərabərdir 30 olduğuna görə faktiki müraciət eləyəcəyimiz ədəd 30 olacaq. Bundan başqa var lokal və qlobal dəyişənlər. Lokal sözü yaxın mənalı deməkdir. Yəni funksiyaya yaxın olanlar. Yəni bax burada bu D olacaq lokal dəyişən. Yəni funksiyanın içərisində olan lokal sözünü yaxın kimi nəzərdə tuturuq. Bir də var ki, qlobal. Qlobal isə uzaq olan, yəni funksiyanın xaricində verilənlər, yəni funksiyaya aid olmayanlar. Burada isə y və k bizim üçün olacaq qlobal dəyişən. Lokal dəyişənimiz D olacaq. Qlobal dəyişənimiz isə y və k dəyişəni olmuş olacaq. Bir daha təkrarlayıram. Biz birinci sizinlə öyrəndik formal və faktiki parametrlər. Formal parametrlər, formal funksiyanın adından sonra mötərizənin içərisində yazılanlardır. Yəni formadan ötürü nəzərdə tutulub, göstərişdən ötürü nəzərdə tutulub. Faktiki isə funksiyanın parametrinin hansı ədəddə müraciət eləyib icra eləyəcəyimizdir. Məsələn, bizim mənfi sonsuzluq, müsbət sonsuzluqda nə qədər ədədlərimiz var, ancaq biz deyirik ki, sadəcə 30 qiymətində icra olunsun. Deməli, burada F30-da isə alacağıq biz sizinlə olacaq faktiki parametr. Lokal və qlobal parametrlər, lokal və qlobal dəyişənlər. Lokal sözünün mənası, tərcüməsi yaxın deməkdir. Qlobal sözünün tərcüməsi isə uzaq deməkdir. Onda burada lokal parametr, yəni funksiyanın daxilində olanlar, qoşa nöqtə yazılandan sonra onun içində yazılanlar olacaq yaxın, yəni lokal. Amma xaricdə olanlar, hansı ki, yəni xaricdən müraciət edənlər, xaricdən nəzarət edənlər isə olacaq bizim üçün qlobal parametrlər. İndi biz bu funksiyamızı yerinə yetirsək, ekrana nə çap olunar? Birinci print k-ya baxırıq. K bərabərdir f, y-ə. Y də bərabər olacaq 30-a. Deməli, F30-da müraciət edirəm. F30-da müraciət eləmək üçün gəlirəm bura. Mənim müraciət elədiyim F30-dur, amma burada F x-dir. Deməli, x-in yerində 30 dayanır. X bərabərdir 30 ilə müraciət edirəm. D bərabərdir x-a. Deməli, D30-u alacaq. Amma burada nə print var, nə də return var. Ona görə də biz funksiyanın aldığı qiyməti none ilə dəyərləndirəcəyik və ekrana bir dənə nonemiz çap olunacaq. Əgər mən burada diqqətli olaq, gəlib yazsam ki, return
D, o zaman none çap olunmayacaq. Yəni return D. D-də aldığımız qiymət 30-a bərabərdir. Gətirirəm onu funksiyanın F30-da müraciət elədiyim qiymətinə mənimsədirəm. K bərabər olur 30-a. Print K 30-u çap etmiş olacaq. Deməli, bu zaman artıq ekrana none çap olunmayacaq, sadəcə 30 çap olunacaq. Deməli, funksiya 30 qiymətini aldıq. Proqrama biraz da müraciət eləsəm, gətirib burada print əgər yazsam ki, D, o zaman isə bizim 2 qiymətimiz ekrana çap olunacaq. Biz gəldik burada, deməli, baxın, gəldik burada, diqqətli olaq. F30 ilə müraciət elədik, D-yi 30 aldıq. Print D, 30 ekrana çap olunacaq. Amma bizim üçün diqqətli olaq. F30-da, funksiya F30-da qiymət qaytarması üçün mütləq orada return olmalıdır. F30-da özü üçün heç nə ala bilmədiyinə görə acığa none-ni ekrana çıxardır. Bu none alırıq F30-da, yəni print K-da ona görə none-ni çap edir. Bu vəziyyətdə isə bizim 2 qiymətimiz çap olunacaq. Birinci 30, ardınca isə none çap olunmuş olacaq. Yəni ekranlarda da bunu görə bilərik. Yəni birinci 30, daha sonra isə none-ni görə bilərik. Aydın oldumu? Bunu başa düşdükmü? Qaranlıq qalan bir şey varmı? Nədir anlamadığımızsa suallarınızı verin. Mən bir daha izah edim. Bu başlanğıcdır. Buranı başa düşdünüzsə, ardıcılı davamlı gələcək. Yəni return hissəsi funksiyanın aldığı qiyməti qaytarır. Əgər return yoxdursa, həmin funksiya müraciətində none qaytaracaq. Print varsa, print də aldığı qiyməti çap eləyir. Sadəcə funksiyada əgər return yoxdursa, orada mütləq bir none-nin çap olunduğunu görə bilərik ki, qiymət qaytarmayacaq. İndi keçək bəzi sadə suallarımıza. Məsələn, def yazıram x, buradan y, buradan isə z yazmışam. Yazıram ki, x bərabərdir x plus y. Sonra y bərabərdir x plus z yazıram. Z bərabərdir x plus y yazıram. Və burada yazıram ki, return x plus y plus z yazmışam. Gəlirəm burada, yazıram ki, print, bax diqqətli olaq burada, print, yazıram F və yazıram ki, ya da belə yazaq bircə dəqiqə, yazıram ki, A bərabərdir F. Məsələn, yazmışam, ya da biraz da zənginləşdirək bunu. Yazıram ki, x bərabərdir 2, y bərabərdir 1, z də bərabərdir 3 yazmışam. İndi gəlirəm burada print, yazıram F. Bax, burada diqqətli olun. Yazıram Z, Y və X. Belə bir şey yazmışam. Mən sizə hansı ardıcıllıq ilə ədədləri daxil etmişəmsə, siz də həmin ardıcıllıq ilə ədədləri daxil edirsiniz. Gəlirsiniz burada fun, baxın, gəlirəm F, Z-in qiyməti 3-dür, yazıram 3. Y-in qiyməti 1-dir, yazıram 1. X-in qiyməti 2-dir, yazıram 2. Artıq baxın, mən bunu yazandan sonra daha burada X, Y, Z-in bir mənası olmur. Müraciət eləyirəm, baxın, müraciət eləyirəm F funksiyasına. F funksiyasına müraciət eləyəndə birinci dayanan dəyişən birinci qiymətə, yəni x bərabər olacaq 3-ə. İkinci dayanan ikinciyə, üçüncü dayanan üçüncüyə bərabər olur. Nə olsun ki, burada x bərabərdir 2 yazmışam. Müraciət zamanı x olur 3. İndi gəlirəm burada, diqqətli olun. X bərabərdir, x plus y-ə. Yəni 3-ün üzərinə 1 gəlirəm, olur 4. Və burada baxın, x-i aldım 4-ü. Əgər x-a 4 aldımsa, daha bu x-in qiyməti, yəni 3 olmur. Bu x-in qiyməti daha 3 deyil, 4 hesablayacağam. Sonra keçirəm, y bərabərdir, x plus z-ə. X-in qiyməti 4-dür, z-in də qiyməti 2. Burada 6-ım y-ə 6. Daha y-in qiymətini 1 götürməyəcəm, da 6 aldım. Sonra gəlirəm, z bərabərdir, x plus y-ə. X və y öz qiymətlərini dəyişib olubdur 10. Gətirdim, bura yazdım 10-u.
İndi gəlirəm burada return x plus y plus z-ə. Return-də x dəyişəninin yeni qiyməti 4, y dəyişəninin yeni qiyməti 6, z dəyişəninin yeni qiyməti 10 olacaq 20. Deməli burada return 20. Yəni funksiya f312-də 20 qiymətini çap elədi. Deməli biz ekrana 20 qiymətini çap etmiş olduq. İndi gəlirik burada proqram fraqmentimizi çalışdırırıq. Baxın, run düyməsinə gəldik və nəticənin 20 olaraq ekrana çap olunduğunu gördük. Kim başa düşmədi, kim anlamadı, kimə qaranlıq qaldısa, buyurun sualınızı verin. Kimə qaranlıq qaldısa, sualınızı verin. Yəni hansı hissəsini anlamadıq, nəyi başa düşmədik, suallarınızı soruşun. Mhm. Belə görürəm ki, problem olmadı. Davam edək növbəti sual nümunəmiz ilə. Buna aid başqa bir nümunəyə də diqqət eləyək. Təsəvvür eləyək, yazmışam burada F, deməli A, B, C və D yazmışam. Ondan sonra qoşa nöqtə qoyuram. Sizdən soruşacağam cavabı. A bərabərdir A plus 2, B bərabərdir A qalıq 2 üstə gəl A. C bərabərdir A plus B vurulsun 2. D bərabərdir A plus B vurulsun 2. Üstə gəlinsin. C tam bölmə 2. Burada yazıram return. Deməli A plus B plus C plus D tam bölmə 3. Belə bir komanda yazmışam. Gəlirəm burada A bərabərdir 4. B bərabərdir 3, C bərabərdir 2, D bərabərdir 1 yazmışam. Print. Sizdən istəyəcəm cavabı. Diqqətli olun. B, C, D və A komandası ilə müraciət edirəm. Ancaq burada nəyə müraciət edəcəm? F funksiyasına. Yəni F funksiyasında bunların işləməyini istəyirəm. Cavab nə olacaq? Çət bölməsinə hər kəs cəhd eləyib mütləq bir cavab yazsın. Görək nə alırıq. Aha. Sual cavablarımızı yazırıq, çətinlik çəkmirik, yəni başlayırıq yazmağa. Aha, cavablarımızı yazaq. Deməli, 25 alanımız var Gülnarə müəllimə. Aha, deməli, baxaq görək. Cavablarımızı hər kəs yazaq. Görək nə alacağıq, nələri istifadə edəcəyik. Aha. Gəlin baxaq. Deməli, görək proqramımız bizə nə verəcək. Hər kəs müxtəlif bir cavab alıb. Baxaq görək proqramımız bizə nə verəcək. Cavabımız 17 olacaq. 17. Gəlin baxaq görək 17 necə olur. Gəlirik burada F, baxın bax B, C, D, A. Birinci B-nin qiymətini yazıram 3. Daha sonra C-nin qiymətini yazıram 2. Daha sonra D-nin qiymətini yazıram 1, daha sonra da A-nın qiymətini yazırıq 4.
Nə gözəl, nə yaxşı. İndi gəlirik funksiyaya. Birinci dəyişən birinci qiymətə, ikinci dəyişən ikinci qiymətə, üçüncü dəyişən üçüncü qiymətə, dördüncü dəyişən isə dördüncü qiymətə bərabərdir. Ondan sonra keçirik bu funksiyanın icra olunma yerinə. A bərabər olacaq A plus 2-yə. Yəni 3 idi, 3-ün üstə 2 gəldi, A-nın qiyməti oldu 5. Növbəti B bərabər olacaq. Gəlirik burada A-nın yerinə 5 yazırıq ki, daha sonra biz müraciət eləyəndə A-ya 5 götürək. B bərabərdir. 5-in 2-yə bölünməsindən alınan qalığımız olacaq 1. Üstə gəlinsin A. A-nın qiyməti də 5 idi. Cəm bizə qaytaracaq 6. Gətirdik burada yazdıq 6-nı. Ondan sonra C bərabər olacaq A plus, yəni 5 üstə gəlinsin, B vurulsun 2. 6-nı 2-yə vuranda 12, alırıq 17. Deməli, burada olacaq 17. Növbəti D bərabər olacaq A plus, A-nın qiyməti 5-dir. B vurulsun 2, 6-nı 2-yə vururuq 12. Üstə gəlinsin, C bölünsün 2. C-nin 2-yə bölünməsindən alınan tam ədədimiz olacaq 8. Burada aldıq sizinlə 25. Baxın, bax, gətirdik burada, yazdıq 25, düzdürmü? Burada da D-yə də aldıq 25. İndi return hissəsində bizə deyilir ki, ədədləri topla və topla və 3-ə böl. Deməli 5, üstə gəl 6, üstə gəl 17, deməli 5, üstə gəl 6, üstə gəl 17, üstə gəlinsin 25 toplayırıq, alırıq 53. 53-ün 3-ə bölünməsindən alınan tam ədədimiz, bax bu cəm bizə 53 qaytaracaq. 53-ün 3-ə bölünməsindən alınan tam ədədimiz isə 17 olmuş olacaq. Ona görə də funksiya bizə return komandası ilə 17-ni qaytarmış olacaq. Aydın oldu, başa düşdükmü? Kim nəyi başa düşmədisə sual verin. Yəni mən o hissə üzərində belə deyək də, o hissə üzərində sizə köməklik eləyim və sizə belə deyək də, cavab verməyə çalışım. Kim hansı hissəsini başa düşmədisə soruşun. Çünki mən izah eləyə-eləyə gedirəm. Daha sonra sizinlə problem qalmasın. Yəni sualınızı verin ki, biz izah eləyək. Bu da aydın oldusa, nə gözəl. Bu aydın oldusa, indi sizə çox sadə, hər birimizin sadə hesab eləyib, heç belə deyək də, müraciət etmədiyimiz, amma hesablamalar nəticəsində bəzən səhv elədiyimiz yerini diqqətinizə çatdıracağam. Bura nə deməkdir? Əgər bir misalda bir dənə def komandasında 2 dənə if iştirak eləyirsə və hər iki ifin ikisində də return komandası varsa biz necə gedəcəyik? O zaman qolumuz baxın belə olacaq. Fərz edək ki, burada yazmışam sizinlə, deməli def, baxın def, yazıram f, bir dənə x yazıram. Ondan sonra burada belə bir komanda qoyuram. If x qalıq 2 bərabərdirsə 0, qoşa nöqtə. Ondan sonra burada yazıram ki, print, baxın, daha doğrusu yazıram return, məsələn, return yazmışam dırnaqda, return fərz eləyək yazmışam x plus 6, belə bir şey. Ondan sonra if yazıram x qalıq 3 bərabərdir 0. Onda da yazıram ki, return, məsələn, buradan da yazaq ki, buradan x yazaq. Burada da x, məsələn, qüvvət 2 yazmışam. Ondan sonra bir dənə də buradan else komandası yazaq. Burada da yazıram ki, return, məsələn, return yazıram. Return, məsələn, 10 yazmışam. İndi gəlirəm burada. Print, baxın, print yazıram F6. Print F6 ilə müraciət eləyirəm. Bəzən burada biz səhvə yol veririk. Bəzən bu proqram kodunu yazan zaman biz səhvə yol veririk və nəticənin ekrana yanlış çıxmasına səbəbiyyət yaradırıq. Burada bizim, baxın, hansı qiymətimiz çap olunacaq və bu kodu necə istifadə eləyəcəyik? Yenə də axırdan əvvələ doğru gedirəm. F6 yazıram. F6. F6 yazanda x-in qiyməti olacaq 6. Gəlirəm burada.
6-nın 2-yə bölünməsindən alınan qalıq sıfırdırmı? Şərt doğrudur. Return bizə 6 plus 6-nı cavab olaraq qaytarır 12. Artıq funksiya müraciət elədiyi qiyməti aldı da 12. Gəlir 12-ni çap eləyir. Daha onun üçün növbəti sətirlərin doğru və yaxud da yalan olmasının önəmi yoxdur. Əgər mən gəlib burada, yəni bir dənə return çıxarda bilər, bir neçə dənəsini yox. Əgər mən gəlib burada, baxın, yazmışamsa ki, məsələn, daxil eləmişəm 15-i. 15-i daxil eləyəndə o zaman nəticə avtomatik dəyişəcək. Bizim qiymətimiz 225 çap olunacaq. Niyə görə? Bu zaman f-in qiyməti olacaq 15 və gəlirik burada. 15-in 2-yə bölünməsindən alınan qalıq sıfırdırmı? Şərt doğru deyil. Şərt doğru olmadı deyənə biz return-ə müraciət etmirik və nəticə olaraq heç nəyi çap edə bilmirik. Keçirik burada. 15-in 3-ə bölünməsindən alınan qalıq sıfırdırmı? Bəli, şərt doğrudur. Onda gəlirik burada return x üstündə 2. Yəni 15 üstündə 2, 15-in 2 dəfə özü-özünə vurulması 225-i nəticə olaraq çap etmiş olacağıq və daha else qoluna müraciət etməyəcəyik. Əgər biz burada məsələn 19 qiymətində müraciət etmişiksə, birinci if bizə heç nə çıxarda bilməyəcək, ikinci if bizə heç nə çıxarda bilməyəcək, onda biz möhtacıq else-nin return-ünə, o da birbaşa onu çıxartmış olacaq. Aydındırmı? Bura qədər hər hansısa bir problem yaşadıqmı? Hər hansısa bir sual nümunəsi varmı? İndi keçirik qəbulların canı, gözü, döyünən ürəyi olan testlərimizə, iç-içə iflərimizə. Mən sizə sadə bir qəbul nümunəsini 2020-ci ildə ilk dəfə MİQ-in qəbuluna düşən bəlalı testimizi diqqətinizə çatdıracağam. Yəni bu ilk dəfə Python proqramlaşdırma dili haqqında ən problemli suallar. İlk dəfə idi ki, biz Pythondan minimum 8, maksimum isə 12 dənə sual gördük. Məhz 2020-ci ildə imtahan verib müəllim adını qazananlar bu çətinliyi gördülər. Yəni orada belə deyək də, ilk dəfə idi ki, MİQ imtahanında biz 8 dənə Python sualı gördük. Yəni bu bilirsiniz nə deməkdir? Həqiqətən də böyük bir devriliş idi də deyək ki, çətin bir hal idi. Və orada bizim qarşımızda fərqli def sualları görüldü. Bu def sualları hələlik heç bir kitabda yox idi. Bu gün artıq bütün kurs kitablarında biz bunları görə bilərik. Y bərabərdir 2 yazıram. Burada yazıram k bərabərdir d, y x kimi yazıram və buradan yazıram print k-nı nəticə kimi ekrana çıxart. Müəllim, return özündən sonraki ifadəni dondurur o zaman. Bəli, return-ə bir defdə return-ə yalnız bircə dəfə müraciət eləyə bilərik. Yəni bir neçə dəfə yox, bircə dəfə müraciət edə bilərik. Ona görə belə olacaq. İndi bu proqramı çalışdırsam, mən ekrana qəşəng, sadə, sakit, abırlı həyalı bir 19-umuz çap olunacaq. 19 idi də, bəli. Ay, maraqlıdır bu boyda misalın, yəni bu boyda balaca rəqəmimi olar? Əlbəttə ki, olar. Siz sizə verilmiş istiqamət üzrə davam edirsiniz. Yəni, bax, buradan gəlirik print k-ya. K bərabər olacaq D, Y x-a. Y-in qiymətini 2 yazıram, X-in qiymətini də 1 yazıram. Deməli, mən hər şey hardadır? D2 1-in başında fırlanır. Deməli, burada özünü ən qəliz aparan D2 1-dir. Biz D2 1-ə müraciət edirik. Gəlirik, baxın, bax, buradan elə istiqamət götürürük, gəlirik D-yə. Yazıram D, 2, 1-də müraciət. D2, 1-də müraciət eləyəndə x bərabər olacaq 2-yə, y isə bərabər olacaq 1-ə. Yəni, birinci dəyişən birinciyə, ikinci dəyişən də ikinciyə bərabərdir. Nə gözəl. İndi keçirəm misalı icra eləməyə. Görürəm ki, burada x, yəni özündən ağır bir əməliyyatı götürüb dayanıb. Deyir f, x, y. X-in qiyməti 2-dir, y-in qiyməti də 1-dir. Yəni, x deyir ki, mən qiymət çıxartmaq üçün mütləq deyir f-ə müraciət eləməliyəm. Onda gəlirəm, yazıram f, 2, 1.
F2 1 yazanda aydın məsələdir ki, x bərabər olacaq 2-yə, y bərabər olacaq 1-ə. X bərabər olacaq x plus 2-yə. 2 üstə 2 gəldik, oldu 4. Y bərabər olacaq 1 plus 2 olacaq 3. Burada deyir, yəni F2 1-də qiymət alması üçün x plus y-i nəticə olaraq çıxardır. Yəni 4-ün üzərinə 3 gəlir, alır 7. Deməli, gəlirəm burada, baxın, x bərabərdir 7 alıram. Bunu tez çaparaq, bax, bura yazıram ki, x bərabərdir 7. Ondan sonra keçirəm növbəti y-imizə. Y bərabər olacaq f, y x-a. Y-in giriş qiyməti funksiya olaraq 1-dir. Ancaq x öz qiymətini dəyişdi. Oldu 7. Yəni, bura yazıram 1, 7. Yenə də bu deyir ki, mən deyir, yəni y deyir ki, mən x-dan deyir, əksik deyiləm ki, mən də qiymət almaq üçün f-ə müraciət etməliyəm. Bu da yenə də gəlir, f-ə müraciət eləyir. X olur 1, y də olur 7. Deyir, x bərabərdir x plus 2-yə. 1-in üzərinə 2 gəlirəm, 3 olur. Y bərabər olacaq y plus 2-yə. 7-in üzərinə 2 gəlirəm, alıram 9-u. Return yenə də x plus y olur. 3 üstə gəl 9 olur 12. Burada gətirirəm, yazıram 12. Bu yazıq dxy deyir ki, mən x və y-in returnunu istəyirəm. Yəni 7 üstə gəl 12. Yəni 19-u. Deməli, D2 1-də 19 alır. K dəyişəni 19 qiymətinə mənimsədilir və 19 qiyməti nəticə olaraq ekrana çap olunmuş olacaq. Kim nəyi başa düşmədi? Kim nəyi başa düşmədi? Kim nəyi anlamadı? Harda sualımız var? Nə çətin gəldi? Nə heç cürə xoşumuza gəlmədi? Buyurun. İndi başqasını da yazacağam inşallah. Hələlik bunu başa düşdükmü? Eyni sualın üstündə izah vermək məncə o qədər də yaxşı olmaz. Gəlin, başqa bir sual nümunəsi üzərində başqa bir sual nümunəsi üzərində eyni tipli suala baxaq. Başqa bir sual nümunəsi üzərində gəlin eyni tipli başqa bir sualımıza yazaq. Yazıram def, f, burada biraz yazıram x yazıram. Ondan sonra baxın, burada belə deyək də, yazıram burada x bərabərdir, x vurulsun 3. Y bərabərdir x vurulsun 2. Sonra yazıram return x plus y yazıram. Ondan sonra bir dənə də yazıram def, yazıram d. Ondan sonra gəlib yazıram burada x və y-imizi, x və y-imizi. Qoşa nöqtə qoydum və yazıram burada x bərabərdir f, deməli x-a, belə bir şey yazıram. Sonra yazıram ki, y bərabərdir, yenə də fx yazıram və burada yazıram ki, return, baxın, return, yazıram x plus y-imizi. Ondan sonra buradan gəlirəm printə. X bərabərdir 1, y bərabərdir 2 yazmışam. Gəlirəm print, deməli print, yazıram f, deməli x, y. Baxın, belə yazdım kodumuzu. Deməli, axırdan başlayıb əvvələ doğru gedirik. Axırdan başlayıb əvvələ doğru gedirik. Çünki bu misalların bircə dənə qaydası var. Axırdan başlayıb əvvələ doğru gedəcək. Hə, biz buradan f-ə yox, d-yə müraciət etməliyəm. D, x, y yazmalıyam. D, x, y yazmalıyıq. Bu zaman heç bir problem olmadan nəticə ekrana çap olunacaq. Deməli, baxın, yoldaşlar, misalı axırdan əvvələ doğru getmək lazımdır. Axırdan əvvələ doğru. Baxın, mən gəlirəm burada. Bax, diqqətli olun. Burada mən qeyri-adi, filfilo heç nə eləmirəm. Baxın, yoldaşlar, gəlirəm, bax, D, x, y-dir da. X-in yerinə 1 yazıram, y-in yerinə də 2 yazıram. Bu mənə istiqamət verir ki, get D funksiyasına. Yəni, D ilə başladığıma görə gedirəm D-yə. Düzdürmü? Burada da gəlirəm D-də x bərabər olacaq 1-ə, y də bərabər olacaq 2-yə. İndi burada x bərabər olacaq fx-a. Yəni, x-in qiyməti 1-dir də, 1 yazıram.
Sadəcə burada x-in qiymətini avtomatik hesablayıb qoymalıyıq ki, növbəti bizə lazım olan x-larda biz yeni qiyməti götürək. Bu yoldaş deyir ki, mən F-də qiymət almaq üçün F1-ə müraciət eləməliyəm. F1-də müraciət eləyəndə x bərabər olacaq 1-ə. Burada 1 vurulsun 3 olur 3, y bərabərdir, x vurulsun 2. X-in qiymətini 3 aldım. 3-ü 2-yə vuranda aldım 6-nı. Return x plus y. Biri 3-dür, biri 6-dır. Cəmi bizə qaytaracaq 9-u. Deməli F1-də x-a aldım 9. Gətirirəm bura yazıram 9-u. Növbəti halda y bərabərdir f, x, yəni F9-da müraciət edirəm. Burada yenə də F9-da işləyən zaman x bərabər olacaq 9-a. X9 olanda deməli bizim üçün baxın bax burada x bərabər olacaq 9 vurulsun 3, yəni 27. Daha sonra y bərabər olacaq x vurulsun 2, yəni 27-nin 2-yə vurulmasından alıram 54. Funksiyanın returnü 27 plus 54-ü nəticə olaraq ekrana çıxardır, alır 81-i. Onda gəlirəm, burada da y-ə yazıram 81. İndi funksiya returnü deyir ki, aldığın x və y-in qiymətini cəmlə. 9 üstəgəl 81 olacaq 90. Deməli, nəticə ekrana ona görə də 90 çap olunmuş olur. Aydın oldumu? Harasını başa düşmədik? Hansı hissəsi qaranlıq qaldı? Nəyi heç cür anlamırıq? Nə bizim üçün problemdir? Buyurun, suallarınızı verin. 9-dan sonranı. 9-dan sonra deyəndə burada x dəyişəni 9 qiymətini alır. Daha sonra y bərabərdir. Y bərabərdir F9-da müraciət edir. Çünki x 9 aldı da. 9 da x-in yeni qiyməti 9 olduğuna görə gətirdik burada 9-u yazdıq. F9-da hesablamaq. F9-da hesablamaq üçün F-ə müraciət edirik. X-in qiyməti 9-dur. 9 vurulsun 3 alırıq 27. Burada x-a 27 almışıq. X vurulsun 2 də y-in qiyməti olur. 27-ni vururuq 2-yə alırıq 54. Buradan baxın bax return bizim üçün x plus y-i çıxardır. Yəni 27 üstəgəl 54, yəni 81 olacaq. Burada funksiya bizim üçün x plus y-i cəmləyəcək. X-in qiymətini əvvəlcə 9 almışdıq. Y-in qiymətini isə 81 aldıq. İkisinin qiyməti nəticə olaraq ekrana çap olunacaq. Baxın, cəmi 90 olmuş olacaq. Bura qədər başa düşdükmü, anladıqmı? Nə qaranlıqdır? Keçid alaq növbəti rekursiv funksiyalarımıza. Hər bir defin, yəni qaydası eynidir. Məsələn, burada yazıram def, f, məsələn, yazmışam a, n yazmışam, a, n. Ondan sonra qoşa nöqtə qoyuram, if n bərabərdirsə yazıram 0-a, o zaman yazıram s bərabərdir 1 çıxart. Əks halda qoşa nöqtə qoyduq. Və burada yazıram ki, S bərabərdir A vurulsun. F yazıram A, N minus 1 kimi bir kod daxil etmiş oldum. Burada yazıram return S yazıram. Və gəlirəm burada deməli funksiyanı Gəlirəm burada, deməli, yazıram, baxın, bax, buradan print, yazıram, F, məsələn, 4-3, baxın, bax, 4-3-də müraciət eləyirəm. 4-3-də müraciət eləyirəm. Biz bu funksiyanı nəticə kimi versək, hə, burada problem yaranacaq. Nədə? Bircə dəqiqə. Return S-i burada yox, burada yazmalıyıq. O zaman heç bir problem olmadan cavab variantımızı almış olacağıq. Bircə dəqiqə, deməli, heç bir problem olmadan cavabımızı alacağıq 64. Hətta biz bu proqrama ad da verəcəyik sizinlə. Gəlin baxaq yoldaşlar. Baxın burada F4-3 ilə müraciət eləyirəm. F4-3 ilə. F4-3 ilə müraciət eləyəndə
Birinci A-nın qiyməti olacaq 4, N-in qiyməti isə olacaq 3. Deməli, A 4-dür, N isə 3-dür. Ondan sonra gəlirəm burada. Birinci şərtimizdə yoxlayırıq. N-in qiyməti 3-dür. 3 bərabərdirmi 0-a? Şərt doğru deyil deyənə keçirik else qoluna. Burada et, yəni baxın bax, hansı ki biz müraciət eləmişik F4 3-də də. Yəni burada bizə S-də alınan qiymətlər, yəni funksiyanın müraciət elədiyimiz qiymətləridir. A vurulsun, A-nın qiyməti 4-dür, vurulsun, F, A-nın qiyməti 4-dür, N-1 olacaq 2. Bax, burada rekursiya alırıq, rekursiya. Yəni, biz gedib F4 2-dəki qiymətimizi bilməliyik ki, F4 2-dəki qiymətimizi bilməliyik ki, gətirib burada yerinə qoyaq. İndi funksiyaya F4 2 ilə müraciət edirəm. 4-2 ilə müraciət eləyəndə A4 olacaq, N isə 2 olacaq. İndi burada deməli 2 bərabərdirmi 0-a? Yenə də şərt doğru olmayacaq. Ona görə də gəlirik burada F 4-2-də aldığımız qiymət olacaq 4 vurulsun F 4 sonra 2 minus 1 olacaq 1. Deməli yenə də rekursiya aldıq. Biz aldıq F 4-1-də qiyməti bilməliyik. Onda gəlirəm burada A dəyişəninin qiyməti 4-dür. N dəyişəninin qiyməti də 1-dir. Onda burada gəlirəm, şərti yoxlayıram. 1 bərabərdirmi 0-a? Şərtimiz doğru deyil. Deməli, F4 1-də müraciət eləyəndə alacam yenə də 4 vurulsun. F4 0-ı. Baxın, 4 0-ı. İndi dördüncü halda gedirəm. F4 0-da. F4 0-da A bərabərdir 4-dür. N isə bərabərdir 0-dır. 0 bərabərdir 0 şərti doğru olacaq və F4 0-dakı funksiyanın qiymətini bizə 1 çıxardacaq. Gətirirəm F4 1-də, yazıram, baxın, bura 1-i. İndi qalxıram yuxarı. Harda 4 0 görürəmsə, onun yerinə 1 yazıram. Burada 4 0-ın yerinə 1 yazanda 4 vurulsun 1 bizə qaytaracaq 4-ü. Deməli, harda 4 1 görürəmsə, onun yerinə 4 yazıram. 4 1-in yerinə 4 yazanda 4-ü 4-ə vuranda 16 olacaq. Deməli, harda 4 2 görürəmsə, onun yerinə 16 yazıram. 4 2-də 16 yazanda 4 vurulsun 16 olacaq 64. Deməli, əslində 4 3-də 64-ü çap etmiş olacağıq. Əslində bu proqrama ad versək, A üstündə N-in hesablanmasını nəticə olaraq ekrana çıxardan proqramdır deyərik. Yəni A üstündə N-in hesablanmasını nəticə olaraq ekrana çıxardan proqramdır. Bax, buna deyirik rekursiya. Rekursiya nə oldu? 4-3-də 4-2-nin qiymətini bilməliyəm. 4-2-də nəticə almaq üçün 4-1-in qiymətini bilməliyəm. 4-1-də nəticə almaq üçün 4-0-ın qiymətini bilməliyəm. Yəni, nəhayət 4-0-da rekursiya bitir. Biz konkret bir ədəd alırıq və aşağıdan yuxarıya doğru misalımızı həll edə getmiş olarıq. Aydın oldumu? Sual varmı? Kim nəyi başa düşmədisə, buyurun soruşun. Bu sualda çox cüzi dəyişikliklər etməklə cavabı fərqli rəqəmlər ala bilərik. Məsələn, yoldaşlar, burada return S yazdım deyənə mən 64 aldım. Əgər burada return A yazsam, ona görə də return hissəsinə diqqətli olmaq lazımdır. Return A yazanda bizə funksiyanın S-də aldığı qiymət maraqlı deyil. Onda biz elə A dəyişəninin giriş qiyməti 4-ü nəticə olaraq çap olunduğunu görə bilərik. Bəli, o zaman nəticə olaraq 4 çap olunacaq. Əgər mən burada N-i yazmış olsam, o zaman isə biz nəticə olaraq N-in giriş qiyməti 3-ü almış olarıq. Yəni, o zaman bizim S-də aldığımız qiymət maraqlı deyil. A-da və N-də aldığımız qiymətlərin nəticə olaraq ekrana çap olunduqlarını görə bilərik. Aydındırmı? Sual varmı? Başa düşdükmü? Qaranlıq qalan yerləri soruşun. Qaranlıq qalan yerləri soruşun. Nəyi başa düşmədik? Soruşun.
Aha. Tamam o zaman. Gəlin növbəti bir sualı mən sizə verim. Sizdən cavabları alım. Ondan sonra da növbəti başqa misalımız ilə davam edək. Yazıram dev, yazıram bu dəfə fun. Burada yazıram a, qoşa nöqtə. Ondan sonra yazıram if. Deməli, baxın bax, if a kiçikdir 3-dən, qoşa nöqtə. Yazıram ki, s bərabərdir 2-ni xaric elə. Ondan sonra bir dənə də else yazıram. S bərabərdir. Sonra A vurulsun. Yazıram F, N minus 2 yazıram. N minus 2 yazıram. Diqqətli olaq və daxil etmişəm return S-i. Ondan sonra gəlirəm burada yazıram print və yaxud da belə bir şey biraz uzaldım. K bərabərdir fun yazıram tutalım ki tutalım ki, fun yazıram B-yə. B dəyişəninin qiymətini də K-dan əvvəl müraciət eləyək. B bərabərdir yazmışam, tutalım 7. Və buradan da gəlirəm, yazıram print, baxın, bax, print, yazıram K-nın qiymətini nəticə olaraq ekrana çıxart. Yazaq görək nə alırıq. Hər kəs yazsın, tələsməyin. Bizə lazımdır ki, cavabı doğru alaq, yəni tələsməyək. Aha, tələsməyin. Çalışaq ki, doğru qiymətlər alaq, yəni. Aha, cavablarımızı yazaq, görək necə alırıq, hansı qiymətlər alırıq. Müəllim, n yoxdur axı, n nədir? Ay, hə, burada A minus 2 olmalıdır. Bircə dəqiqə, hə, düzdür. A minus 2 olmalıdır. A minus 2 olmalıdır, düzdür. Yox, bircə dəqiqə nəysə yanlışlıq gördük burada. Bunun B-də 7 qoyduq. A oldu 7. Burada B bərabərdir 7 yazmışam axı burada. B bərabərdir 7. Fun B, B-nin yerinə 7 yazdıq. Oldu fun A-nın yerində 7. İndi səhv olmamalıydı axı bircə dəqiqə. F yox, burada fun yazmalıyam da. Bircə bu. Aha, indi düzəldi. B var, sadəcə funksiyaya düzgün müraciət etməmişdik. İndi düzəldi. Aha, hətta cavabımızı düzgün alan da var.
Aha. Gəlin izah verək. Aha. Deməli, baxın yoldaşlar, biz bu proqramı icra eləməkdən ötürü birinci print K-ya müraciət edirik. K bərabər olacaq burada fon B-yə. B-nin qiyməti də 7-dir. Deməli, gəldik burada fun 7 oldu. İndi gəldik fun 7-də hesablama aparmaq üçün, bax birinci fun 7 yazıram, düzdürmü? Onda burada A-nın qiyməti 7-dir və bizə şərt verir. 7 kiçikdir 3-dən. Şərtimiz yox olduğuna görə keçirik else qoluna. Və burada hesablayırıq ki, yəni bax S-in aldığı qiymət fun 7-nin aldığı qiymət deməkdir. Yəni 7 vurulsun fun, bax birbaşa açıqda yazıram. A minus 2 olacaq deməli 5. Deməli biz burada qiymət almaq üçün fun 5-in qiymətini bilməliyik. İndi gəlirəm burada yazıram fun 5. Baxın fun 5-i hesablayıram. Fun 5-i hesablayanda A-nın yerində olacaq 5. İndi yazıram 5 kiçikdir 3-dən. Burada yenə də şərtimiz yox olduğuna görə else qoluna keçirik. S bərabərdir 5 vurulsun fun 5 çıxılsın 2 alırıq 3-ü. Deməli, fon 5-də qiymət almaq üçün biz fon 3-də qiyməti bilməliyik. Fon 3-də hesablayanda A-nın qiyməti olacaq 3. 3 kiçikdir 3-dən, şərtimiz olacaq yox. Onda yenə də biz else qoluna keçirik. S bərabərdir 3 vurulsun, olacaq fon 3 minus 2 1 alacağıq. İndi gəlirik deməli fon 1-də qiymətləndirməni hesablamağa. Fon 1-də Fon 1-də müraciət edəndə burada necə olacaq? A-nın qiyməti olacaq 1. 1 kiçikdir 3-dən şərt doğrudur. S birbaşa bizə 2-ni qaytaracaq. Bu o deməkdir ki, baxın bax S birbaşa bizə 2-ni qaytaracaq. Bu o deməkdir ki, yəni mən fun 1-də 2 aldım. İndi gəlirəm, harda fun 1 görürəmsə, onun yerinə 2 yazıram. 3-ü vururam 2-yə, alıram 6. Deməli, burada fun 3-də alıram 6-nı. Harda fun 3 görürəmsə, ora yazıram 6 vurulsun 5 olacaq deməli 30. Deməli fun 5-də aldım 30-u. Qalxıram yuxarı. Fun 5-i harda görsəm, onun yerinə 30 yazıram. Bu da olacaq 210. Deməli bizdən də onsuz da fun 7-ni istəyirdi. Fun 7-də 210-u alırıq. Onu K dəyişəninə mənimsədirik və 210-un nəticə olaraq ekrana çıxdığını görə bilərik. Aydın oldumu? Başa düşdükmü? Yəni hansı hissəsində problem varsa sualınızı verin. Nəyi başa düşmədiksə soruşaq. Nəyi başa düşmədinizsə soruşaq. Aydındırmı? Başa düşdükmü? Ə, yəni qaranlıq qalan hissəsi varsa soruşun, ona görə gözləyirəm. Aha, yaxşı. Problem yoxdursa, o zaman davam edək. Yəni başqa bir nümunəyə də baxaq burdan. Deməli, aha, bu da bu vəziyyətdə ifadə etdik. Ondan sonra bizim bir nümunə sualımız var. Onu yazmaq istəyirəm əslində. Bir dənə də son olaraq başqa bir nümunə halına baxaq. O tipli suallarımız demək olar ki, azdır. Bircə dəqiqə mən bir dənə stop şeyə eləmək məcburiyyətində qalacağam. Bircə dəqiqə. Mhm. Aha, bircə dəqiqə səbirli olaq. Aha, bircə dəqiqə. Aha. Deməli, bir neçə dənə kod nümunəmiz var. Yeni kod nümunələridir.
Yeni deyəndə, yəni yeni deyil. Sadəcə, yəni hələlik kitablarda elə çox dəb halını almayan sual nümunələridir. Onların da bir neçəsinə baxaq. Deməli, iki dənəsinə baxaq. Birini mən izah eləyəcəm inşallah. Birini də siz yazarsınız. Bircə dəqiqə çox-çox üzürlü sayın. Deməli, aha, başlayaq bircə dəqiqə. Aha. Deməli burada baxın diqqətli olaq. Deməli burada necə yazırıq bu prosedurumuzu və necə olacaq? Mən sizə bir sual yazıram. Def funksiya f-dir və onun giriş qiyməti bir dənə n-dir və burada qoşa nöqtə yazırıq. Deməli gəldik buradan. Qoşa nöqtə yazdıq. Yazıram if n böyükdür 1-dən. Yenə də qoşa nöqtə. Ondan sonra yazıram print. Aha, n tam bölmə 3. İndi buradakı sualım necədir? Deyirəm ki, print F11. Nə fikirləşirsiniz misal haqqında? Yəni, rahat şəkildə yazmaq olarmı? Yoxsa anormal bir sualdır? Yəni, nə düşünürsünüz? Əgər xatırlayırsınızsa, qəbula imtahan verənlər bu tip sualı qəbulda görmüşdülər. Yəni qəbulda var idi bu sual. Yəni imenli belə deyildi, sadəcə bənzər deyək də, bənzər sual idi. Biz bu proqram birinci çalışdıraq görək səhvimiz yoxdur. Ha, yox, səhvimiz yoxdur. Gəlin burada bir dənə belə bir kod yazım görüm. End bərabərdir. Bir sətirdə çap üçün yazım. İndi baxın, onsuz da mən sizə demişəm ki, proqramda əgər onsuz da biz sizə demişik ki, əgər proqramda return yoxdursa, sonda mütləq none çap olunacaq. Yəni bunu mütləq demişik də sizə, düzdürmü? Yəni bunu bilirsiniz. İndi keçək proqramımıza. Mən ardıcıl şəkildə yazacağam. Siz də mən yazdığım ardıcıllığa diqqət eləyin və rahat şəkildə növbətçini özünüz yaza biləcəksiniz. F11-də müraciət eləyirəm. Baxın, F11-də. F11-də müraciət eləyəndə n-in qiyməti olur 11. 11 böyükdür 1-dən, şərt doğrudur. Print n 11-i çap eləyir. 11-i çap eləməkdən də əlavə 11-dən 2 çıxır, alır F9-dakı qiyməti də çap eləməlidir. Eyni zamanda F 11-in 3-ə bölünməsindən alınan tam ədəd F3-dəki qiyməti də çap eləməlidir. Bax, bu rekursiyadır da. İndi gəlirəm F9-a. Biraz uzun rekursiyadır sadəcə. F9-a. Yəni rekursiyadır da. Burada F9-un qiymətini bilməliyəm ki, gətirib onun yerinə qoyum. F9-da müraciət eləyəndə n-in qiyməti olacaq 9. 9 böyükdür 1-dən, şərt doğrudur. Print n 9 çap olunacaq. Ondan başqa 9-dan 2 çıxanda F7 və 9-un 3-ə bölünməsindən alınan tam ədəd 3-ü çap eləyəcək. Yenidən gəlirəm, F3-ü yazıram. F3-ü indi ardıcıl şəkildə hansıları bilmiriksə onları yazırıq. F3-ü n-in qiyməti 3 olacaq. 3 böyükdür 1-dən. Əlbəttə 3-ü çap eləyəcək və 3 çıxılsın 2 1 olacaq və 3-ün 3-ə bölünməsindən alınan tam ədəd yenə də 1 alacağıq. İndi gəlirəm F7-yə. Baxın da F7-yə ardıcıl hansılar tapmamışıqsa onları tapırıq. 7 böyükdür 1-dən, şərt doğrudur. 7-ni çap eləyəcək. F 7-dən 2 çıxanda olacaq deməli 5. F 7-nin 3-ə bölünməsindən alınan tam ədədimiz də olacaq 2. 7-dən sonra biz 3-ün qiymətini yazmışıq. İndi ardıcıl olaraq F1-in qiymətinə baxırıq. F1-in qiymətində 1 böyükdür 1-dən heç nə çap olunmayacaq. Yəni burada F1-də heç nə qaytarmayacaq. Çünki 1 böyükdür 1-də şərt doğru deyil və aşağı düşməyəcək. Yəni burada heç nə icra olunmayacaq. Yəni heç nə yerinə yetirilməyəcək. İcra olunmayacaq. Bunu belə yazaq. Olunmayacaq. Bunu belə yazdıq. Ondan sonra keçirik F5-ə.
Ardıcıl olaraq F5-ə 5-də 5 böyükdür 1-dən şərt doğrudur. 5-i çap eləyəcək. 5-dən 2 çıxıb 3-ü çap eləyəcək. 5-in 3-ə bölünməsindən alınan tam ədədimiz də 5-in 3-ündə 3 bir dəfə yerləşir. İndi gəlirik F2-ni tapmağa. F2-ni tapanda 2 böyükdür 1-dən şərt doğrudur. 2-ni çap eləyəcək. 2-dən 2 çıxanda 0-ı çap eləyəcək. 2-nin içində 3 0 dəfə yerləşir. F1-də müraciət etmişik, F0-da müraciət eləyəcəyik. 0-da müraciət eləyəndə 0 böyükdür 1-dən şərti doğru olmadığına görə deyirik ki, heç nə icra olunmayacaq. Yəni bayaqki kimi heç nə icra olunmayacaq. Bax bunu daxil etdik. Ondan sonra indi qalxırıq yuxarı. Baxın yoldaşlar. Deməli, biz F2-də sən demə təkcənə, baxın bax harda F2 varsa, orada təkcənə 2 yazacağıq yerinə. İndi qalxıram yuxarı. İndi F5-in qiymətlərini yazmalıyam. Baxın, F5-in qiymətlərini yazmalıyam. F5-də 5-i görürük. 5-i yazıram. F3-dəki qiymətlərə gedəcəm. Baxın, bax, F3-dəki qiymətlərə. F3-də mən almışam, deməli, baxın, bax, F3-də almışam 3-ü. F1-də də heç nə icra olunmadığına görə, deməli, F3-də bir dənə 3 olacaq. Onda gəlirəm, bax, F5-dəki F3-ün əvəzinə yazıram 3. Deməli, aldım, baxın, bax, 5, 3. Bax, diqqətli olaq, 5, 3. Bunu nədə aldım? F5-də. İndi qalxıram yuxarı. F7-də aldığım qiymətləri yazmaq istəyirəm. F7-də almışam 7. 7-ni yazıram. F5-də almışam 5, 3, 5, 3-ü yazıram. F2-də də almışam bircə dənə 2-ni. Deməli, F7-nin qiymətlərini də 7, 5, 3, 2 daxil etdik. Qalxıram yuxarı. F9-da. F9-da 9-u, baxın bax 9-u buradan yazdım. İndi F7-də aldığım qiymətləri 7, 5, 3, 2-ni yazdım. F3-də aldığım qiymət bir dənə 3-dür, yazdım 3-ü. İndi təzədən bir də qalxıram yuxarı. F11-də aldığım qiymətlər. F11-də aldığım qiymətlər, birinci elə 11-in özünü yazdım buradan. Ondan sonra F9-da aldığım qiymətlər 9, 7, 5, 3, 2, bir dənə də 3 olmuş olacaq. Eyni zamanda F3-də aldığım qiymət 3-ü yazmış olacağam. Və bu, baxın, bax, bizim funksiyamızda aldığımız qiymətlərdir. İndi gəlirəm, bax, bu printə görə aldığımız qiymətlərdir. Print F11-ə görə baxanda görürük ki, return yoxdur deyənə aşağısında none-nin çap olunduğunu görə bilərik. Çünki funksiyada return olmursa, o cavabı ekrana çıxarda bilməz. O zaman aldığımız qiymətlərə baxaq. 11, 9, sonra 7, 5, 3, 2, 3, 3 və none. Bəli, həqiqətən də eyni qiymətləri almışıq. Kimin sualı var? Kim nəyi başa düşmədi? Gəlin birini də mən sizə verim. Onu da siz yazın. Ondan sonra da dərsimizi yekunlaşdıraq. Deməli yoldaşlar, gəlirəm yenə də eyni sualdır. Sadəcə rəqəmləri dəyişdirəcəm. Deməli def F eni gördük, F eni gördük. Sonra gəldik burada if n böyükdür 4-dən qoşa nöqtə yazıram deməli print n. Ondan sonra yazıram burada f n minus 6 və f n tam bölmə 4. Baxın, bax, belə bir sual yazıram. Tam bölmə 4 yazıram. Buradan gəlirəm. Hə, indi yazın. Görək buradan nə alırıq.
Deyəsən çox uzun getdi. Hələlik heç kəs cavab almayıb. Hələ yox, əslində qısadır. Nəcəb cavablar almamışıq. Gəlin başlayaq, mən izah verim. Yəqin heç kəs cavab almaq istəmir. Hər kəs gözləyir ki, müəllimə yazsın. Gəlin başlayaq. Deməli yoldaşlar, bu daha sadə getdi kodumuz. Gəlin başlayaq. Baxın yoldaşlar. F24 ilə müraciət eləyəcəyik. F24 ilə müraciət eləyəcəyik. 24 ilə müraciət eləyəndə n-in yerində 24 olacaq. 24 böyüdür 4-dən, şərt doğrudur. 24 çap olunacaq və f 24 çıxılsın 6. 24-dən 6 çıxanda 18 olur, düzdürmü? Və f-in, yəni 24-ün 4-ə bölünməsindən alınan tam ədəd 6. İndi gəlirəm mən F18-də müraciət eləyirəm. N-in qiyməti olacaq 18. 18 böyükdür 4-dən, şərtimiz doğrudur. 18 çap olunacaq. F 18-dən çıxırıq 6, olacaq 12 və 18-in 4-ə bölünməsindən alınan tam ədədimiz olacaq 4. Növbəti halda F6 ilə müraciət eləyirəm. 6 ilə müraciət eləyəndə 6 böyükdür 4-dən, şərt doğrudur. 6 çap olunacaq. 6-dan 6 çıxanda F0 və 6-nın 4-ə bölünməsindən alınan ədədimiz olacaq 1. F12 ilə müraciət etdikdə 12 böyükdür 4-dən, şərt doğrudur. 12 çap olunacaq. F 12-dən 6 çıxanda 6, eyni zamanda 12-nin 4-ə bölünməsindən 3 almış olarıq. F4 ilə müraciət etsək, 4 böyükdür 4-dən şərti doğru deyil deyənə heç nə çap olunmayacaq. F0 ilə müraciət etsək, 0 böyükdür 4-dən şərti doğru olmayacaq, heç nə çap olunmayacaq. F1 ilə müraciət etsək, 1 böyükdür 4-dən şərti doğru deyil, heç nə çap olunmayacaq. F3 ilə müraciət etsək, heç nə çap olunmayacaq. İndi qalxırıq yuxarı. F12-də aldığım qiymət F6 ilə F3-də aldığımız qiymətə bərabərdir. F6-da aldığımız qiymət bircə dənə 6 olacaq. Yəni F6-da bircə dənə 6-nı alacağıq. Ona görə ki, F0 və F1-də boşluqdur. Ona görə də F12-də aldığımız qiymət olacaq birinci 12, ondan sonra isə F6-nın qiyməti 6 olmuş olacaq. Qalxırıq yuxarı. F18-də aldığım qiyməti yazıram. 18-i burada daxil edirəm. 18-dən sonra F12-nin qiyməti. 12-nin qiyməti 12, 6 olacaq. F4-də də onsuz da boşluq idi. İndi qalxırıq yuxarı. F24-də aldığım qiymətləri yazıram. 24 özü olduğu kimi qalır. F18-də aldığım qiymət 18, 12, bir dənə də 6 almışam. F6-da aldığım qiymət isə sadəcə 6 idi. Ondan sonra da funksiyanın nonesi və salam. Deməli, doğru cavab variantımız olacaq bu vəziyyətdə və nəticə ekrana alt-alta bu vəziyyətdə çap olunmuş olacaq. Aydındırmı? Başa düşdükmü? Qaranlıq qalan nə isə varmı? Təbii ki, ilk dəfə dinləyiriksə sizə çətin gələ bilər. Yəni bu normaldır. Məsləhətim odur ki, təkrar bir də izləyəsiniz, təkrar bir də qeydlərinizi götürəsiniz. Bu hissədə ev tapşırığı Koderada olan testlər sona qədər. Biz sizə Koderanın testlərini səhv eləmirəmsə 12.9-a qədər vermişdik. İndi isə 10, 11 və 12-nin və 13, bir də 13. 13-də sualların sayı azdır. Yəni sualların sayı azdır. Birində 64-dür, birində 45-dir. Yəni belədir, azdır suallar. Sualların izahlarını sizinlə paylaşmışdım. Onu vermişəm, bəli, onda 11, 12, 13. Hər birinin video izahlarını paylaşırıq. Yəni, əgər video izahdan da baxıb anlamırsınızsa, mənə yəni, yazın, şəxsidən soruşa bilərsiniz ki, müəllim, bu niyə belə oldu? Amma mütləq heç olmasa bircə dəfə də varsa, video izahı izləyin. Kiminsə sualı varmı? Nə isə başa düşmədik, qaranlıq qalan. Gülnarə müəllimə, sualın şəklini mənə atın. Mən sizə səsli şəkildə izah verim. Olarmı? Çünki belə hal-hazırda sualı məndə yoxdur. Ona görə onu aça bilmirəm. Amma yəni, sualı şəxsidən atın. Mən sizə səsli şəkildə kömək etmiş olacağam.
Belə, oldu o zaman. Sağ olun, sağlıqla qalın. Növbəti dərsimizdə görüşmək umuduyla. Növbəti dəfəki dərsimizdə yenə də defi davam elətdirəcəyik. Yəni defin biraz da fərqli tapşırıqları var. Yəni onları işləyəcəyik. Ona görə də yəni növbəti dəfəki dərsimiz də vacib dərslərdən hesab olunur. Və ondan sonrakı dərsimizdə isə map, lambda onlara baxacağıq və növbəti dəfəki dərsimizdən artıq biz informatika bələdçidəki testləri işləməyə başlayacağıq. Yəni ona görə də diqqətli olun və dərslərimizə qoşulun ki, biz yəni dərsi keçdikdə sizin üçün də anlaşıqlı olmuş olsun. Sağ olun, sağlıqla qalın. Növbət dəfəki dərsimizdə görüşmək umuduyla. Sağ olun.